Bugün sizin, bizlerin karşısında böyle bir misya var. Biz bugün çok xoşbəxt xalqıq. Son yüzillikdə heç bir xalq bütün torpaqlarını azad edə bilməyib. Bu Allah'ın bizə həm böyük bir lütfüdür, həm də Cənab Prezidentin, şəhidlərimizin, xalqımızın böyük bir uğurudur ki biz bütövləşmişik son 300 illik tariximizdə torpaq itirmədik və itirmiş torpaqlarımızı geri qaytardık. Biz bunları nə üçün qeyd edirik? Bizim bugündən sonra üzərimizə böyük bir misya düşür. Biz deyirik ki, gənclər bizim gələcəyimizdir. Gələcəyin idarəçiləri sizlərsiniz. Sizin içərinizdən millət vəkili, rektor, nazir, müxtəlif vəzifələrdə aşağı, biraz yuxarıda işləyən gənclər olacaq. Və bu gənclərin üzərində böyük bir misya var. Və o misiyada bu qələbəni, bu uğuru, bu həmrəyliyi, bu mədəniyyəti gələcək nəsillərə ötürməkdir. Biz deyirik, tarix təkrarlanır. Tarix o zaman təkrarlanır ki, xalqlar ondan nəticə çıxartmır. Və tarix onu unudanları da çox ciddi şəkildə cəzalandırır. Və bizim xalqımız dünyada ən çox işğallara, faciələrə, müsibətlərə məruz qalan azsaylı xalqlardan biridir. Həmişə biz döyüşmüşük, vuruşmuşuq, həmişə bizim başımıza bu və ya digər formada müsibətləri gətirməyə çalışırıq. Ona görə xalqları güclü edən onun dəyərləridir, ənənələridir, mədəniyyətidir. Biz bu dəyərlərə, biz bu ənənələrə, biz bu mədəniyyətə sahib çıxmalıyıq. Bizim gənclik şuurlu gənclik olmalıdır. Öz dəyərlərinə bağlı olan gənclik olmalıdır. Bizi güclü edən bizim dəyərlərimizdir. Dəyərlərimiz bizim kökümüzdür. Əgər bu kök güclü olmasa, külək bizi aşırıb aparacaq. Əgər bu kök güclü olsa, bizə heç kimin gücü çatmayacaq. Və ona görə də sizin bu dəyərlərə sahib çıxmanız, bu dəyərləri mənimsəməniz və anlamanız çox önəmlidir. Bugün Azərbaycan gənci davamlı atəş altındadır. Və ya bugün Azərbaycan gəncinə hamı öz məhsulunu satmaq istəyir. Biri bu və ya digər formada dini təriqətlərə gətirmək istəyir, biri ateist eləmək istəyir, biri qərbə aparmaq istəyir və s. proseslər gedir. Və hər bir millətin uğuru da onun özünü dərkindədir. Müasir